Yazıcı Natəvan Dəmirçioğlu'nun Açar romanının təqdimat mərasimi keçirildi. Açar mövzusu həyatdan götürülən psixoloji məqamlarla zəngin olan, gerçək hadisələri əks etdirən real obrazlar sisteminə malik müasir romandır. Romandakı hadisələr 3 müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük vətən müharibəsi və zəfər dövrü ilə başa çatır. Obrazların yaşantıları, həyat mübarizəsi, sevgisi olduqca təbii lövhələrlə təsvir edilir. Mən bu romanda millətimin həm qəhrəmanlığını, həm onun mənəvi dünyasını, həm onun sevgi arzularını, sevgi yaşantılarını və sevmək qabiliyyətini göstərməyə çalışmışam. Yəni bunun özü də böyük bir keyfiyyətdir ki, xalq vuruşmağı da bacarır, sevməyi də bacarır. Mən fəxr eləyirəm öz millətimlə, öz xalqımla ki, o həqiqətən də sevməyi də bacarır, hörmət etməyi də bacarır, vuruşmağı da bacarır və qalib gəlməyi də bacarır. Bax, bu bir qalibiyyət romanıdır, bu bir zəfər romanıdır. Amma eyni zamanda bu psixoloji bir romandır, eyni zamanda bu sırf bir bədii ədəbiyyatdır. Yəni mən burada tərəf tutmağa çalışmamışam. Hətta burada elə epizodlar var ki, bəzən mənə deyirlər ki, sən qarşı tərəfə də bir nifrət yağdırmamısan. Deyirəm, mən insanlığa nifrət eləyə bilmərəm, bu ədəbiyyatın missiyası deyil. Ədəbiyyatın missiyası barış üçündür, ədəbiyyatın missiyası insanlıq üçündür, bəşəriyyət üçündür, yaşam üçündür. Müəllifin 10 il ərzində hiss və həyəcanlarını, duyğu və düşüncələrini, gördüklərini, götürdüklərini əks etdirən və Tanrımıza çox şükürlər olsun ki, zəfərlə, zəfər ritorikası ilə, zəfər gerçəkliyi ilə və ruhu ilə tamamlanan bir romandır. Açar fəlsəfəsi, açar sözünün etimolojisi, açar sözünün energetikası özü ayrı bir roman dəyərində bizə ötürdüyü mesajlarla yanaşı, eyni zamanda bir də onun romanlaşmış halını görməkdəyik. Müharibə dövründə yaşayan, müharibə dövründə fəaliyyət göstərən ayrı-ayrı nəsillərin taleyini bədii obrazlar vasitəsilə bu romanda əks etdirə bilibdir. Bu romanda Azərbaycan xalqının 3 nəslinin taleyini biz görürük və bu 3 nəslin taleyi müharibədən keçir. Və bu 3 nəslin müharibəyə baxışları bir-birindən fərqlidir. Və zaman insanları dəyişdirsə belə bir şey dəyişdirmir ki, bu da bizim insanların içində olan vətən sevgisidir. Belə kitabları ərsəyə gətirən bütün insanlar, hesab edirəm ki, təşəbbüskar olan insanlar və bundan sonra da öz yaradıcılığı ilə, öz fəaliyyəti ilə Azərbaycanın 44 günlük vətən savaşında əldə etdiyi möhtəşəm qələbə, müqəddəs bir qələbəni əks etdirən, belə bir kitabların ərsəyə gəlməsini bundan sonra da yaradacaqlar, yazacaqlar və belə əsərlər doğrudan da hər bir gəncin həyatında, hər bir gələcək nəslin həyatında müstəsna əhəmiyyətə malik, müstəsna rol malik olan əsərlərdir. Natəvan Dəmirçioğlu'nun Açar romanı mövzu tutumuna və bədii xüsusiyyətlərinə görə çağdaş nəsrimizin uğurlu əsəri hesab edilə bilər. Müəllifin ən böyük uğuru isə Açar obrazını və simvolikasını Azərbaycan, hətta dünya ədəbiyyatında ilk dəfə söz sənətinə gətirməsidir.